Dərsdəydim bayaqdan. Dedim indi sosial mediaya baxım. Gördüm ki, neçə dənə yerdə məni etiketləyiblər. Mənə DM-dən baxdım, mesajlar gəlib. Bir video göndəriblər mənə. Mənim qızımı icazəsiz götürüb, maşallah gələcəyi parlaqdır. Paylaşıblar. Birincisi icazəsiz paylaşıbsan, qələt elibsən, başını vurubsan divardan divara. Baxır necə paylaşırsan. Yaxşı mənada paylaşırsansa icazə verirəm. Pis mənada icazə vermirəm. Bu hələ o ayrı. Onun burnundan gətirmək ayrıdır. Girdim yazılara baxdım, kommentlərə baxdım. Namusdan danışanlar var. Ay gələcəyi bəli parlaqdır. Azərbaycan haraya gedir falan filan. Bayağı izləmə alıb. Mənim qızımın hesabı. Mən Nərgiz Mahmudzadə olaraq, qızım Samira Nagi olaraq Azərbaycanda tanınır. Öz tərbiyəsi ilə, dizaynerlik istedadı ilə, tikişi ilə, rəqsi ilə, çəkilişləri ilə, tərbiyəsi ilə əsasda rəqs eləyir, əcəb eləyir. Hələ onun arxasında çox duracağam. Hələ böyük-böyük səhnələrdə həm gözəl, uğurlu dizayner olacaq Allahın izni ilə. Ay Allah, şükür sənə bu günümüzə. Gözəl rəqsləri ilə də inşallah işində uğurlu olacaq. Çünki rəqs bir sənətdir. Başınıza girmirsə girsin. İnsanların ağzı torba deyil ki, büzəsən. Oldu. Elə şeylər yazıblar. Güya da bunlar hamısı namusludur. Təxmin eləmişdim, amma maraqlı gəldi. Qızın hesabına girdim, baxdım. Qızın normal paylaşdığı bir videosu yoxdur. Əxlaqsızlıq yəni. Birincisi sən o əxlaqsız yuvanda mənim balama paylaşıbsansa, sən bunun cəzasını alacaqsan. O ayrı bir şey. Amma bunu izləyən cahillərə bax. Sonra deyirik bizim ölkə haraya gedir? Mənim uşağım istedadı var deyə rəqs edib, mən bunu bir ana olaraq qızımı sıxmaq yerinə, onu tez ərə vermək yerinə, onun bunun kişilərlə görüşmək yerinə, bax, qızıma gözəl tərbiyə verirəm, onun sevdiyi istedadının arxasıca onu yönləndirirəm bir ana olaraq ki, qürur duyuram. Kaş ki, hər ana belə olsun. Amma siz girib o profilə baxmırsınız ki, abala bunu paylaşan özü əxlaqlıdır bəyəm. Öz poposunu paylaşır, yazır ki, bəyənirsiniz. Yerə soxum sənin qız boyu bu. Sənin kimi tərbiyəsiz küçə itlərini görüncə anlayıram ki, mən şükür ki, düzgün yoldayam. Şükür ki, qızımın istedadının arxasındayam. O xəstədir. Onu yazanlara bax. Siz elə o əxlaqsızla eyni gedirsiniz də. Siz bir uşağın videosunu sadəcə gələcəyi parlaqdır deyə yazıb, baxmırsınız ki, bu əxlaqdan danışan bu qız kimdir? Bir profilinə girin, baxın ki, bu qız özü əxlaqsızlıq yuvası olaraq öz hesabını, TikTok hesabını yaradıb, insanlara əxlaqsızlığı aşılayır. Amma bu ana uşağı sırf rəqsdə gözəldir deyə, hələ ki anası rəqs müəlliməsidir, mənim tələbəmdir. Qızımın o rəqsi var, hamısı mənim öyrətdiyimdir. İndi maşallah özü rəqslər yazır, özü xoreografiyalar yazır, maşallah. Bir ana qızını tezərə vermək yerinə, iraq olsun pis-pis yola salmaq yerinə, onun istedadının arxasıca getməsinə kömək edir. Bax, mənim sözüm indi gördünüzmü? Gəldi, öz ünvanını tapdı. Hər zaman nə deyirəm gənclərə? Deyirəm ki, biri sizin əxlaqınıza söz edirsə, bilin ki, özü ən öndə gedən əxlaqsızdır. Əxlaqsızların əxlaqdan danışması qədər iyrənc bir şey yoxdur. Rəqs müəlliməsinin qızı rəqs edir, ana video paylaşır ki, mən qızımla fəxr edirəm, hansısa həmcins yerə soxum sənin qız boyu. Və siz sırf o videonu görüb mənim uşağıma pis-pis yorumlar yazırsınız. Həddinizi bilin. Mən özümə qarşı bəlkə də %50 səbr edə bilərəm. Amma qızımla əlaqəli bir qələt etdiyinizdə bağışlamaram. O şərh yazanlar var, pis yazanlar. İndi girəcəklər təkrardan, baxacaqlar qızın hesabına. O zaman mən də pis oyundan çıxım, üzr istəyirəm, onun bunun ailəsini dağıdım. Onun bunu ailəsindən boşandırım, gündə bir maşında gəzim, gündə birindən bir gün maşın, bir gün ev, bir gün qızıl alım. Amma bağlı geyinim, açıq da geyinməyim. Amma gəlim sosial mediada əxlaqdan danışım. Bizim millət ona görə çürüməyə doğru gedir. Hər əxlaqdan danışana inanır, onun o iyrəncliyini araşdırıb görmür. Heç kimdən işi olmayan, öz dünyasını yaşayan, sadəcə qısa geyinir, sadəcə açıq geyinir, içdən gülüb danışana, sadəcə rəqs eləyir deyə
ona əxlaqsız damğası vuran cahil millətim mənim. Sizin kimi iyrənclərin içində bala böyütməyə çalışan və mənim kimi minlərcə qadın var. Mən onların səsiyəm. Utanın.